Tarixi məkanların izləyicisi üçün bəlkə belə bir maraqlı olar, hər halda maraqlıdır. Qədim Qafqaz Albaniyasının məbədləri var, Oğuz şəhərində də. Bayaq dediyim kimi içəri keçə bildik buradan. Broşutkadan bir dənə keçdik içəri, qapı bağlı olur. Təsadüfən gördüm, Müsəlman qəbristanlığından bu qəbristanlıq yan-yanadır. Demək burada qədim Alban məbədlərindən də birini görürük. Biz həmişə bilirik bunu Qəbələdə, Oğuzda eşitmişik, Qaxda, Kəlbəzərdə, Laçında, Qazax, Ağstafa bölgəsi. Yəni Azərbaycan çox yerində var, Oğuzda da var. Eşitdiyimə, bildiyimə görə də bir də bir bloger danışır, yoxsa aparıcı danışırdı ki, demək Azərbaycanda ən çox salamat əldə olan qalan 7 məbədlər, 7 dənə məbəd var. Alban məbədi salamatı eyni rayonda. O da Oğuz rayonunda olur. Oğuz rayonunda var. Gəlib görünlər üçün maraqlıdır. Mən də bunu təsadüfən gördüm. Dedim elə bir şey çəkilməmişdir, mənim marağımdadır. Qafqaz Albaniyası. Azərbaycanın şanlı tarixi olub. İndi şükür müsəlmanlıq öz qaydasında. Amma belə bir şey də olub da. Yəni bu da var. Bu demək müsəlman qəbristanlığının yanındadır. Oğuz rayonunun baş tərəfində. Belə bir məbəd Xristian qəbristanlığının içindədir. Qapı da bağlı olur. İndi burada Oğuzlar yaşayan o dinlərdir. Ruslar var. Xristian din inançlılar qədim. Yəni bu dinə inananlar. Onlar buranı yəqin qapalı saxlayıblar. Yəni bəlkə çoxlarının gözündə deyil. Yeri cəmaət bilər, amma qıraqdaşlar bilmir. Məsələn, qapalı yerdədir bu. Çox maraqlı gəldi mənə də. Bunu çəkib göstərim. Bəlkə də birinci dəfə bunu çəkib göstərdikdə belə deyək. Səbəb olacaq da əladır. Bizim gözəl tariximiz olub, şanlı tariximiz olub, böyük mədəni dövlət quruculuğumuz olub. Onu yaddan çıxarılıb zaman-zaman nə məqsədlə bilmirdi. Müsəlmançılıq dönəminə düşüb, yoxsa elə dövlətin siyasəti belə olub o dövrdə. Amma mən ən çox da belə marağımı çəkən birdir ki, bu o dövr Azərbaycan yəqin ki, mədəniyyətin yüksəliş dövrü olub. Çünki o yüksək, ucqar dağ başında, yəni tikilən bu məbədlər, kilsələr, Şəkinin Şişkənində olsun, Kəlbəzərdə olsun, Ağdərədə olsun, o dağ başında tikilən nə gözəl, nəfis belə əl işləri ilə, işləmələrlə. Demək, o zamanın, o dövrün göstəricisidir bunlar. Ona görə bizim üçün maraqlı olmalıdır. Bunlar yəni yerli Azərbaycan cəmaatının, yəni yaşayan xalqın mədəni irsi olaraq təbliğ etmək lazımdır və sahiblənmək lazımdır. Çünki biz sahiblənməyən də başqa millətlər, başqa adamlarla sahiblənir. Bu da yəqin inanc sisteminə irəli, o vaxt olub da nətərsə belə diləklər diləmək, ağaçlara belə bir şallar bağlamaq. Yardımda yaşayan yerli cəmaat bunu eləyib. Bu da bir maraqlı bir şeydir. Var. Bura qəbristanlıqdır. Qədim qəbristanlıqdır. Yəqin daşlar da o vaxtdan qalan daşlardır. Amma bunu göstərməkdə məqsəd ki, belə bir şey var. Bu Misir piramidalarının o daşların demirəm odur, amma daş fərqləri hiss olunur biləm yoxsa yox. Belə bir toxunduqsa adamda başqa hiss yaranır. İri-iri daşdan eləşə səliqəli o dövr üçün işləyiblər. Yəni, ümumi görüntü götürək burada. Yerləşmə yerləri görsən, meşə, təbiət. Çoxdan bunlar hamısı qəbir daşlarıdır, qədim. Təzə qəbirlər yoxdur. Təzə qəbirlər yoxdur. İndi bunu bilənlər gəlib çəkib maraqlansa daha yaxşı olur. Gör nə gözəl. O kvadratların düzülüş xəttlərə baxın, nə insan əl işi. Onun ilə o nöqteyi nəzər verin. Burada da nəsə bir maraqlı bir şey var. Nəsə tikilib, yəni dağılıb zaman-zaman. Amma indi bura çox güman istifadə olunur. Oğuzda yaşayan, yəqin xristianlar gəlir, dəfinə getirir. Ümumi bir dənə görüntü göstərək. Ərazi ətrafında belə nələrsə var da. Bilənlər daha dəqiq biləcəklər nədir. Bu da onun yanından görünür.
Bunların təbliğatı olmalıdır. Bunlar boş yerə olmayıb, boş yerə tikilməyib. Yəni bu bizim bu bölgədə, bu yerdə, bu torpaqda, məhz bu torpaqda nə qədər qədim xalq olduğumuzu, buranın nə qədər sahib olduğumuzu göstəricisidir. Fikir verin, nə səliqə ilə bu. Bax, bu səliqəyə baxın, saxmana baxın. Daşların qoyuluşu, o vaxtı görülüşü. Daşlar da xüsusi belə maraqlı daşlardır. Çopur daşlar. İndiki kubik dediğimiz, yəni bu yəqin ki bura gətirilib hardansa. Çünki bu çay daşlar deyil. Ətrafdakı gördüyünüz kimi möhtəşəm meşəlik. Oğuz rayonu az təbliğ olunur. Az təbliğ olunur. Niyə bilmirəm. Təsəvvür edin ki, bu Oğuzda demək 3 səmavi dinin birləşməsi var. 3 səmavi dinin. Müsəlman bildiyimiz, Hristiyan, bu dinlər, Ruslar var, bir dəqiqə olar, Malakanlar var, yəqin çox ki, bunlara şey deyirlər, burada gəlirlər, yedirlər. Bir də Yahudi dini. Demək, bu məscidlər var. Maşallah, müsəlmançılıqda hamı bilirik. Hristiyanlıq Albaniyasında qalanlar bu tip tikillərdir. Yəqin bunlardan istifadə edilir, bu Hristiyanlar. Amma Yahudiliyin də qısa bir məhəllədə Oğuz mərkəzində 2 dənə sinagogı var. Yəni o sinagogda dostumuz Şumel Simantov, Oğuzlu balası. Onun deməyi ilə, onun danışmağı ilə təbliğatda mən də marağım artdı, gəldim, baxdım, gördüm. Yəni tolerant yerdə Oğuz. Yəni 3 səmavi dinin vəhdəti və o 2 sinagogun qapısında nə qıfılı, nə izləmə kamerası, nə axranası, yəni cəmaət həmişə belə tolerant yaşayıb. Bu bir göstəricidir. Bu Azərbaycanın ümumi göstəricisidir. Yəni bu bəzən tolerantlıq kimi ümumi göstərəndə əsasda Bakını götürülür, amma bu Oğuz da bunların ən qabaqda gələnlərdən biridir. Yəni bu Sovet dövründə daha çox insanlar yaxın olmağa məcbur edildilər falan filan, amma bu heç hərbə zorba olmadan. Yəni Qubanı bilirik, Qırmızı qəsəbə var, orada yaşayan Yahudilər var, burada da var. Hamısı çox mehriban, qohum olub, gəldi, getdi, belə də. Yəni əsl Azərbaycan ruhunda yaşayır. Yəni Azərbaycançılıq daha adama belə xoş gəlir belə şeylərdə. Yəni Azərbaycançılıq lazımdır. Düzdür. Xalq olaraq türk soylu, türk köklü. Çünki bu şimal bölgəsində həm türk, Ləzgi, Avar, Udin, Saxır, Gürcülər var. Yaşayış şeylər çoxdur burada. Yəni qardaşlıq simvoludur. Çox maraqlı yerdir bura. Oğuz dediyim kimi bildiyimə görə də 7 dənə belə deyilənə görə salamat qalan belə məbədlərdən var. Tapaq göstərmək lazımdır. Biraz inkişafı buranın çox zəif gedir. Amma turizm üçün mənə görə ideal yerdir. Mənə görə ideal yerdir. Buradan maksimum istifadə etmək olar. Burası dövlət tərəfindən da qəşəng maraq ayrılsa əla olar. Yəni lazımdır da. Və bunun yanına arxadan görülüşü. Yəni mən danışmaqda məqsədim odur ki, maraq bundan irəli gəlir. Və görürsünüz, belə bir şeylər var. Yəni çox güman ki, qədim baş daşlardır. Çünki bir qədim qəbirstanlıdır. Yəqin ki, bunun qırağında da yeni qəbirstanlıq sistemi var da, ya belə deyək. Burada mən onları görmədim. Bura sırf qədimi yerdir. Bir də maraqlıdır, həqiqətən. Düzləmə daşları, bunun içi. Bundan indikimdə də istifadə olunur. Bizdən gələk içəridə baxaq. Məqsəd odur ki, Azərbaycan gələ öz belə bir yerlərini göstərsin, təbliğ eləsin. Buranın içine girmək özü bir həyəcan vericidir. İçərini göstərir. Düzəldiblər, yağımda yaşayan xristiyanlar düzəldib buranı. Azərbaycan vətəndaşları olan xristiyanlar. Çünki içəridə süpürgədə görürəm. Süpürgə varsa bura süpürülür. İçərisi betonlanıb.
həqiqətən bir qədim yerinə girmək, burada yəqin ki, onların ayın yerinə yetirdiyi yerlərdə xristianlıq. Şam çox kimi yandırırlar burada. Şamların qarasıdır. Burada kibritlər də var, spişkalar. Burası gələnlər üçün acayipdir. Belə bir daşlar var burada. Daşıya xüsus ola qopur. Yəqin ki, onlar özləri bilir. Burada şirinlikdir, yəqin konfet kimsə niyyət ediblər. Belə bir daşı qoyub, altına nəsə qoyurlar. Bir dənə görmüşdüm, bunlar ziyarətgah deyirlər əsas. Burada desən, qəpik qoğan olur, yoxsa nəsə. Bax, burada belə bir şey də var. Qədim Qafqaz Albaniyası var burada, qardaş. Onun təbliğatı az gedir. Gedir, yəni ki, effektli şəkildə getmir. Və biz buna sahiblənmirik. Şükür ki, cəmaət özü sahiblənir. Yəni, maraqlıdır ki, bu müsəlman, xristiyan, yahudi cəmiyyət bir yerdə yaşayıb. O cəmiyyətin tolerantlığı, qardaşlığı, yoldaşlığı, təmənnasız münasibəti bu yurtların, bu yerlərin, bu tikililərin salamat qalmasına şeydir də, belə deyək ki, bir göstəricidir. Bu bir göstəricidir. Həqiqətən belə yerlərə bir toxunmaq, belə deyək də, özü insanda başqa bir hiss yaradır. Oğuz rayonundayıq. Belə bir şey var. Bu qəbirstanlığın içindədir. Bunu yanı məqsədim oldu çəkməkdə, o bilən görünəndir. Bunu görməmişəm. Görüb çəkib blogerlər bəlkə də gələrindən sonra çəkərlər maraqlıca. Başı çıxan araşdırar ki, ya da bu ərazini də araşdırar ki, ərazidəki qəbir daşlarına görə qədim nə yazılıb. Onda örtək. Vəhşi heyvan və falan şey girməsin. Meşənin içində çünki bu. Mütləq ki, bunlar bu kömbə daşlar, mütləq bu kömbə daşlar. Mütləq ki, bunlar elə qəbir daşlardır. Yəni, təzə qəbirlər burada yoxdur. Bu ərazidə yoxdur. O varsa da yəqin bunun arxasındadır. Yer və marağa baxarıq. Belə. Maraqlı gəldiyi üçün çəkdim. Maraqlı olanlar da yəqin ki, onlar da xoş gələcək bu işlər. Mən xoşlayıram Məhz Azərbaycan qədim tarixini araşdırmağı. Onun təbliği. Bu bizim bir yerin sahibi olmaq. Məqsəd sahiblənmək də deyil əslində. Dünya malı, dünyada qalanlardır. Nə də bizdən öncəkilər yaşayıb, dünyasını tərk edib, yəni heç kimə hissənə qalmır. Sadəcə olaraq yəni, vətəndaşlarımız bilsin ki, ürəkli olsun ki, belə bir şeylərimiz var, bu bizim qədimimizi göstərir. Bu meşənin içində belə qapalı yerdə qalan yerdir. Onun üçün çəkdim. Açıqda olanları hamı görür.